Putin? Siz gözəl vurguladınız. Biz keçən verişimizdə Trump-Putin münasibətləri haqqında bir ətraflı müzakirə, fikir mübadiləsi aparmışdıq sizdən və məncə də maraqlı alınmışdı. İndi birincisi bu görüşdən bağlı ki, Kamran bəy, bunun Macarıstanda keçirilməsi, yəni Ukraynaya da bir qızıq yaradır. Çünki Macarıstan, indi seçkilər də olur da bilirsiniz, izləyirəm Macarıstanın müəyyən bir Orbanın populist çıxışları və s. Orada olması düzgün deyil, yəni o görüşün. İkincisi, yəni Macarıstan açıq Rusiyapərəstdir. Yenə daha indi Slovakiyada bir neytral yeri olsaydı, İstanbul olsaydı və s. İkincisi, bu görüşün Vladimir Putin mətbuata müsahibəsində dedi ki, görüş bizdən yox, Amerika tərəfindən gəlmişdi, biz də razılıq vermişdik. Amma biz imtina eləmişik, güya nəsə belə bir şey olub. Amma burada olub ki, imtinadan söhbət getmir burada. Burada nəsə bir şərtlər məsələləri var ki, alınmır, düz gəlmir. Və üstə gəl də, indi deyir ki, gəlin Lavrov və Amerikanın dövlət katibi görüşsün və sözdə qüvvətdə var olun. 2 gün keçdi, həmin bu Dimitriyev göndərdi ki, get ora, get görüş, bunun üçün nəticə heç bir şey alınmır. Və yeri gəlmişik Vitkovla görüş, çünki Vitkov əsasən Rus pərəsi eləyirdi. Bəli, Vitkov da yoxa çıxıb ümumiyyətlə görüşmür, bu yaxın məsələlərdən ümumiyyətlə görüşüm. Amma bilirsiniz Kamran bəy, yəni təkrar da olsa elə şey var demək lazımdır, elə şey var ola bilər demək lazımdır. Biz sizdən keçən dəfə dedik, Trump administrasiyası, Trump Vladimir Putini mühasirədən çıxartdı, bir yalandan bir dırnaq arası bir oyun elədi. Alyaska görüşü, digər və görüşlər. Biden administrasiyasına tənqid eləyirdi, təhqir eləyirdi ki, siz görüşmürdünüz. Onlar müəyyən məsələlərdə həqiqətən də, onlar da Ukrayna üçün çox böyük işlər görüblər, amma səhvlər qüsur olmasına baxmaraq, indi görsələr ki, düz idi. Ala görüşdün, nəticə heç bir şey yoxdur. Olmayacaq da, yəni burada ədalətli sülhdən, müqavilədən, nə bilim, Ukraynaya xeyrinə olmayacaq. Ona görə də bu görüşü indi Biden administrasiyasını söyən Trump, Biden administrasiyasının, demək, Biden'ın prezidentliyi dövründə Orta Asiyalı qardaşlarımızı və Tacikistanın dövlətlərini çağırmışdı. Ki, Trump da çağırır, deyir ki, gəlirlər. Və nə oldu? Oranın xarici siyasətini... Orta Asiya termininə yeri Türkistan. Türkistan, üzr istəyirəm. Tamamilə mən sizdən razıyam. Bu Stalin'in Orta Asiyanın tərməsini çıxardım. Türkistan. Onu ora gətirirdi ki, yəni indi dəvət ediblər, Tacikistan hamısı qarışıq gəlir. Bilirsiniz Kamran bəy, burada yəni biz keçən dəfə də demişdik, yəni Trump gördü ki, bilmirəm, bəlkə də səhv görürük, düz görmürük. Bu Putin bunu ələ salır. Yəni keçən dəfə indi əgər ayılıbsa, yəni bu görür, əlbəttə bir oyunda gedir ki, görür də bu deyir, mən tutduğum əraziləri də ver, digərlərini də ver, neytral ol, nə bilim, rus dili danış, bunu danış, onu danış. Bunda nəyə müqavilə oldu? Bunda nəyə bir kompromis görüşü oldu? Yəni burada Ukrayna tərəfi atəşkəs deyir ki, olsun. Amma Trump yeri gəlmişkən, ədalət nəminədə, Trump yeri gəlmişkən son dövrədə dəfələrlə deyir ki, təmas xəttində müharibə dayanmalıdır. Var o. Çünki bu başqa yol. Və bundan paralel Kamran bəy. Burada o Dimitriyevin göndərilməsinin səbəblərindən biri budur ki, Lukoil və digərlərinin ad çəkdir reklam üçün böyük sanksiya qoyulur. Bəli. Və ondan sonra təlaşa düşüblər əsas. Var olur. Mən iqtisadçı deyiləm. Azərbaycandan çox təəssüflər olsun ki, bu bayaq Azad bəylə də öncə danışırdıq və sizə də fürsətdən deyirəm. Bu ölkədə hər şey qarışıb bir-birinə. İqtisadçılar siyasi şərhçilik eləyir, hüquqşünaslar. Yəni bu ölkədə qarışıb. Amma mən özümü hörmət edirəm, mən deyirəm ki, iqtisadçı deyiləm. Bunu da yığışdırmaq lazımdır. Belə adamları da efirə gəl iqtisadiyyatdan danış, hüquqdan danış, amma yığışdırın belədir ki. İqtisadçı deyiləm mən. Amma fakt budur ki, dağılır. Rusiya iqtisadiyyatı çökür. Həmişə keçən dəfə də sizlə deyirdik ki, indi də təsdiqlənir. Bax, o Dimitriyevin də səbəblərindən biri iqtisadi sanksiyaları götürməkdir. Lukoil'dən sonra, o digər onun Rosneft hamısından, burandan sanksiyalardan sonra getdi ki, çox pis vəziyyətdir. İndi Vladimir Putin deyir ki, siz bizə neftimizə, yəni Rosneftə və digərlərinə demək, sanksiya qoyursunuz.
Bara Kamran bəy, indi sözdən sözə keçin maraq. Yəni Hindistan da axırı deyəsən Tramp yola gətirir. Bəli, sən Rus neftindən almaqdan imtina edir. Cənab Ərdoğana da deyib ki, alma. Və digər dövlətlərə də deyib ki, alma. Bu da indi deyir ki, yaxşı, siz mənim almayasınız neftimi, o lap yaxşı. Amma neftin qiyməti qalxacaq və dünya krizə gedəcək, belə bir şeylə də başlayıb təhdid eləmək. Yəni, qalxıb eləmir amma neftin qiyməti. Hələ ki, qalxıb eləmir. Səudiyyə Ərəbistanlı Respublikası İraqda $1, biri Yapona satır, biri də Çinə satır. Amma yeni neft emal edən dövlətlər, Qayana və digərləri çıxıblar ortalığa ki, onların dəqiqə o Afrikada, Rusiya Afrikaya da gedib çıxıb. Həm də Vladimir Putinin bir dayağı olan, salam mələk elədiyi, müəyyən dəstək verdiyi Venezuelanın yeraltı, yerüstü sərvətlərini Çinlə paralel Rusiya işlədir. Mərkəzi kəşfiyyata əmr verib, Maduro devrilməlidir. Burada da bir oyun başlayıb. Ona görə də əsas neft sanksiyaları demək Rusiyaya qarşı. Bax, hətta o görüş ərəfəsində, Kamran bəy, siz də baxmışam, müzakirə eləmişsiniz. Həm tək başına həm qonaq. Bu Zelenski Vaşinqtona səfərə gəldi də, bu tombarak silahları istədi. Vermədi onu da. Mən də düşündüm ki, yəni sizlə razı, bu bəlkə bu görüşü üçün hesablanıb, Uşakov dəstəklədi, amma hansısa əl, yəni ümumiyyətlə bu görüşün olmalı və ümumiyyətlə bu görüşün olub-olmamağına da heç nə dəyişmir. Təbii, görüşlər heç nə dəyişmir. Var olur. Heç nə də dəyişmir, dəyişməyəcək də. Bir balaca İstanbulda Rusiya dövlətinin vasitəçiliyi ilə Rusiya-Ukrayna bir görüşü oldu, həm müəyyən taxil qardır. Orada da bir şey olmadı. Əsirlərin qayıtmasından istisna olmalı. Bəli, Rusiya Ukraynanı ədalətsiz sülhə çağırır, ədalətsiz şərtlərlə diktə edir. Trump da işğal etmək istəyir. Bəli, və işğal eləmək istəyir. Bu da olunmur. Yəni, bu görüşün uğursuz alınmasının səbəblərindən biri həm o Vitkovun, həm Trump administrasiyasının bir demək, buna Putinə qarşı bir boykotu, həmin o sanksiyalara Lukoyl neft şirkətlərinə götürülməsi ki, amma indi deyir ki, Xarici Nazirlər səviyyəsində demək bir görüş olacaq. Bir də deyəsən Uşakov təsdiqləyib ki, üzr istəyirəm, güya Vladimir Putinlə Trumpın növbəti görüşü olacaq. Bilirsiniz, bu bir oyun da ola bilər, danışılmış bir şey də nə bilim, necə də gedə bilər, fərqi yoxdur bir pərdə arxası oyun olar. Əsas burada son sözü bu məsələdə Ukrayna olacaq. Bunu da deyim, bitirim. Bu görüşdən sonra Avropa dövlətləri bir plan hazırlayır. Bilməm, xəbəriniz var, yoxdur. Fransızların da var, İngiltərədə var. Ədalətli sülh Ukraynaya heç bir torpağından, yəni vazgeçməmək şərti ilə Avropalılar dimdik elə bir Ukraynanın yanında dururlar. Olsa Britaniyada bilirsiniz, dünən Türkiyə Respublikasına 10 dənə, 30 dənə demək, hərbi bombardıman savaşı təyyarələri satdı, müqavilə imzalandı. Bu da çox maraqlı bir şeydir. İsveçin də Ukraynaya verdiyi təyyarələr. İsveçin də verdiyi vardı. Trump Nobel mükafatı almaq istəyir, amma ona kimsə demədi ki, sənin Nobel mükafatı ala bilərsən 2026-cı ilin noyabr ayında. Yəni, sən hələ oktyabr ayında, sən hələ indi sənə yazmalıdır. İndi sən Əfqanistanla deyirsən, onu barışdıracam, bunu barışdıracam. Yəni, onu Venezuela'da müharibə hazırlaşır. Bir tərəfdən Nobel mükafatı alması, bir tərəfdən müharibə. Var olun Kamran bəy, biz indi keçən müzakirə eləmişik, müdafiə nazirləri nə oldu, müharibəni dayandırdın, sən indi rəsmi publik deyirsən ki, və onu da istəsəz deyim, məsələ nədir orada pərdə arxası? Venezuela'da Mərkəzi Kəşfiyyat İdarəsi get Maduranı devir. Və nə oldu, sən müharibə elan eləmirdin? Yəni, qısası... Nə oldu, ölkəni ayırdı?